Herkese salam, kiçik vlog ile karşınızdayım. Artıq uzun vlogu bu videonun kanalımda çıxıbdı. Bu isə dedim ki, kiçik momentlərdə çəkim, sizlə paylaşım. Hər dəfə sifarişlərimi gəlib götürəndə bakalavr vaxtım yadıma düşür. Bakı dövləti bitirmişəm. Buraya bu sala da buradadır. Burada gəlib sıra kopya eləyirdik, kitab dəftər alırdıq. Çox maraqlıydı. Gəlmişəm elmlərə, sifarişlərimi götürdüm. Deməli, belə bir üz yuma köpüğü almışam. Daha sonra belə bir nəmləndirici krem aldım. Bunu çox bəyəndim, tövsiyə edirəm. Və ən son olaraq Centella markasından SPF krem aldım. Bunu heç istifadə eləməmişəm, amma əminəm ki, gözəldir. Və sifariş elədiyim məhsullar hamısı Beautycast səhifəsindəndir. Çox gözəl məhsullar satırlar. Reklam deyil, hər zaman buradan sifariş edirəm. Sağ olsunlar, belə serumda hədiyyə qoyublar. Hava soyuqdur, sifarişlərimi götürdüm. İndi rəfiqəmlə də görüşəcəyik. Gedim məncə metroda biraz gözləyim, çünki hava dəhşət soyuqdur. Daha sonra rəfiqəmlə görüşdük və elmlərdə yerləşən belə gözəl bir məkanda əyləşdik. Buranı ikimiz də çox bəyəndik və saatlarla oturduq. Heç kəs bizə heç nə demədi. Rahatlıqla otura bilərsiniz bol-bol. Sifarişlərimizi elədik. Mən dietik yeməklər götürdüm təbii ki. Daha sonra raf da götürdüm, içdim. Amma ki, yəni o məni kökəltmədi, çünki gün ərzində çox az yemişdim. Gördüyünüz kimi bu dietik bir krep kek idi. Çayla içdim və belə bir raf götürdüm. Qiymətlər isə ümumilikdə bu qədər tutdu.